başa düşdük ki, ətrafımızda çoxlu insanlar yerli brendlər nümayəndəsidir və onlara platforma yoxdur onlar üçün. Harda onlar öz biznesini göstərə bilərlər. Onda biz tək rəfiqələrimiz üçün dəstək kimi bir balaca bir tədbir keçirdik. Martın 3-ü 2018-ci ildə 10 nəfər handmade üçün tədbir keçirdik və 10 nəfərin dalınca 20 gəldi ki, biz də istəyirik. Və ikinci tədbirdə artıq məlum oldu ki, bu hobi deyil, bu dəstək deyil və artıq iş kimi başlayır və böyük bir işdir, böyük bir prosesdir. Ona görə ki, biz bunu başlayanda handmaderlar nəinki masalarını bəzəmirdilər sərgilərdə. Onlar vizit kartları yox idi. Onlar bilmirdilər ki, özlərini necə aparmaq lazımdır. Telefonda otururdular. Biz bunları başa salırdıq ki, necə eləmək lazımdır, necə durmaq lazımdır. Bütün sərgilərin planirovkasına qədər biz bunu eləyirdik ki, insan rahat keçə bilsin, alış-veriş rahat olunsun. Elə şeylərə də mütləq diqqət verirdik ki, hamı rahatçılıqla alış-verişlərini eləsin. İndi hal-hazırda 2026-cı ildir. 2020-ci ildə biz fevralın 14-ü karantinə 2 həftə qalmış showroom açırıq. İlk showroomumuzu və ümumiyyətcə Azərbaycanda o vaxtda Abadın ancaq showroomu var idi. Yerli brendlər showroomu. Və 2026-cı ilə qədər biz 57, bəlkə ondan da çox yerli brendlərə dəstək vermişik. Onları düzgün qanunla brendlərini yaratmaq üçün bütün konsultasiyalarını vermişik. Ondan da əlavə bizim communitydə, handicraftın communitysində hal-hazırda 1250 brenddən çox brend var və bizim showroomumuzda 120 brend çıxış eləyir, 27 dənə də yerli rəssam.